Demək uşaqlar, birinci dərsimizin 3-cü hissəsini izah eləyirəm. Gəlin birinci baxaq görək ki, nisbi molekul kütləsini necə tapırıq. Demək, nisbi atom kütləsini öyrəndik ki, hər bir kimyəvi elementin nisbi atom kütləsi A-yerlə işarə olunur və protonla neutronun cəminə bərabərdir. Bəs nisbi molekul kütləsini necə hesablayırıq uşaqlar? Gəlin sulfat turşusunun misalında nisbi molekul kütlənin hesablanmasını öyrənək. Demək, sulfat turşusunun nisbi molekul kütləsini hesablamaq üçün baxırıq ki, hidrogenin nisbi atom kütləsi 1-ə bərabərdir, ancaq 2 hidrogen atomumuz var. Yəni, onun nisbi atom kütləsini vururuq nəyinə? İndeksinə. Sonra üstə gələk, kükürdə baxırıq. Bir kükürd atomumuz var. Onun da nisbi atom kütləsi 32-dir, 32. Sonra 4 oksigen atomumuz var və 1 oksigen atomumuzun nisbi atom kütləsi nəyə bərabərdir? 16-ya. Ona görə 4-ü vururuq nəyə? 16-ya. Çünki 4 oksigen atomumuz var və onları cəmləyirik. Olur 98. Bu olur nisbi molekul kütləsinin tapılması. Eləcə də bütün kimyəvi elementlərdə nisbi atom kütləsini uşaqlar özü məsələdə verir. İndi bəzi kimyəvi elementlər ola bilər ki, verməsin. Bəzən hidrogen oksigeni vermir, məsəl üçün. O da ki, ən çox istifadə etdiyimiz kimyəvi elementdir, ola bilir. Ancaq mütləq verməlidir. Yəni, topluda, haradasa hansısa bir testdə belə şeyə rast gəlsək də, məsəl üçün, dimdə, imtahanda belə bir şeyə rast gələ bilmərik. Həmişə mütləq verir. Yəni, onu əzbərləməyə ehtiyac yoxdur. Sonra kütlə nisbətinin tapılması nədir uşaqlar? Kütlə nisbəti odur ki, hər bir kimyəvi element müəyyən bir kütlə nisbətində birləşib maddə əmələ gətirir. Məsəl üçün, kalsium SO4-ə baxsaq, burada bir atom kalsium var və bir atom kalsiumun kütləsi 40 qramdır. Bir atom kükürt var, kütləsi 32 qramdır və 4 atom oksigen var. 4 atom oksigen isə 64 qram eləyir. Demək, 40-ın 32-yə, onun da 64-ə olan nisbəti və bunları ixtisar eləyirik. Ta ən kiçik tam ədədlər alınana kimi, yəni bunların hamısını biz 8-ə bölsək, 5-in 4-ü, onun da 8 olan nisbəti kimi olur kütlə nisbətləri. Yəni, kalsium SO4-də əmələ gətirən, bax, bu maddə elementlər ki var, onların kütlə nisbəti 5-in 4-ü, onun da 8-ə olan nisbətidir. Üçüncü kütlə nisbəti verildikdə formullarını biz necə tapırıq? Məsəl üçün, tutaq ki, bizə SO, yəni kükürtən oksigen, burada X yazıb, çünki indeksi bilmirik. Və bunun kütlə nisbətini verir. Deyir, maddələrin kütlə nisbəti 2-nin 3-ədir. Bu zaman nə edirik? Hər bir kimyəvi elementin kütləsini, bax, bu 2 kükürdün kütləsini onun öz ayərinə bölürük. 3 oksigenin kütləsini onu da özünün öz ayərinə bölürük. Məsəl üçün, burada 2-yi bölürük 32-yə, 3-ü də bölürük 16-ya. Və burada artıq riyaziyyatımızı işə salırıq da uşaqlar. Məsəl üçün, bizim üçün ən əlverişli nədir? Bunların, məsəl üçün, mən burada sürətlərini 16-ya vurmuşam. Yəni, olur 32-də 32, 48 bölünsün 16. Yəni, bu şəkildə olur. O da 1-in 3-ə nisbətində olur. Yəni, burada kükürtən oksigen 1-in 3-ə nisbətində birləşdiyi üçün formul necəymiş? SO3 şəklində imiş. Yəni, indeksimizin yerinə nə var imiş? 3 var imiş. Sonra 4-cü baxırıq. Kütlə nisbəti faizlə verildikdə formulu necə çıxardırıq? Məsəl üçün, tutaq ki, bizə mis oksidinin indekslər görürsünüz, X, Y ilə işarə edib 80-nin 21 nisbətinə. Yəni, 80% deyir, bu maddənin tərkibində mis var, 20%-də nə var? Oksigen var. Yəni, burada da yenə əvvəlki bayaq baxdığımız qayda kimi hər bir faizi bölürük həmin o kimyəvi elementin ayərinə. Yəni, 80% misdirsə, onu bölürük misin ayərinə, 20% oksigen isə 20-ni bölürük oksigenin ayərinə və burada demək tapırıq, demək nə? 1-də 1. Yəni, bir atom oksigen, bir atom nə var imiş burada? Mis var imiş. Yəni, formul kuprium-oymuş. 5-ciyə baxırıq. Maddədə atomlar nisbəti, indekslər nisbəti kimidir. Yəni, burada indeks neçədir? 3. Neçədir? İndeksi 1. 1 indeks dedik, yazılır. İndeks neçədir? 4. Yəni, atomlar nisbəti 3-ün 1-ə, 10 da 4-ə nisbətdir. Suda 2-nin 1-ə nisbəti, P2O5-də 2-nin 5-ə nisbətidir. Yəni, indekslərinə baxırıq da, burada asandır bu. 6-cı, molekuldakı atomların kütlə payının tapılması. Məsəl üçün, tutaq ki, bizə mis sulfat verib. Mis sulfatda deyir ki, kükürdün kütlə payını tap. Yəni, mis sulfatda kükürdün kütlə payı nə qədərdir? Demək, əvvəlcə biz bunun MR-ni hesablayırıq uşaqlar. MR-ni hesaplayandan sonra, aydın məsələdə burada ayərləri görürsünüz, verilib. İndeksinə vururuq, toplayırıq, MR çıxdı 160. Və burada baxırıq ki, bu 160 qramın içində neçə qram kükürt var? 32 qram kükürt var. Yəni, 32-ni, yəni,
hansı atomun kütlə payını tap deyirsə, onun kütləsini ümumi kütləyə bölüb vururuq 100-ə. Və 32 160-a bölürük, vururuq 100-ə. Tapırıq ki, bunun tərkibində, yəni Kupri SO4-ün tərkibində 20% nə var imiş? Kükürt var imiş. Düsturu yəni bu şəkildə də burada deyir M vurulsun A-yer kükürt, yəni M burada indeksdir. Məsələn, burada da kükürt indeksi 1 olduğu üçün da 1 vurulsun 32-ni yazmırıq. Sonra kimyəvi tənlik nədir? Kimyəvi reaksiyalar, kimyəvi formullar, işarələr və əmsallar vasitəsilə yazılışına, demək kimyəvi reaksiyanın kimyəvi formullar, işarələr və əmsallar vasitəsilə yazılışına nə deyirik? Kimyəvi tənlik deyirik. Yəni bu əmsal idi, bayaq öyrəndik. Bu indeksi idi. Bax, burada kimyəvi reaksiyalarda ox işarəsindən istifadə edirik. Bərabərlə istifadə edəndə artıq o kimyəvi reaksiya, kimyəvi tənlik olmur da. Sonra valentlik, kimyəvi elementləri, demək valentlik nədir? Valentliklərini bayaq öyrəndik kimyəvi elementin. Demək kimyəvi elementin əmələ gətirdiyi rabitələrin sayı, yəni rabitələrin sayını göstərir valentlik. Məsəl üçün, burada görürsünüz, bax, hidrogendən bir xətt çıxıb, demək bir valentlidir. Oksigendən 2 xətt çıxıb, biri budur, biri budur. Demək, neçə valentlidir? 2. Kükürdə baxaq, neçə xətt çıxıb kükürddən? Bax, görürsünüz, 6 dənə xətt çıxıb. Demək, burada kükürd neçə valentlidir? 6 valentlidir. Yəni, kimyəvi elementin əmələ gətirdiyi rabitələri göstərir valentlik. Sonra formulları necə tərtib edirik uşaqlar? Valentlikləri öyrənəndən sonra hər bir kimyəvi elementin valentliyini yazdıq üstündə. Məsələn, alüminium valenti 2-dir. Buradan təzədən yazıram. Alüminium bir də oksigen. Alüminium valenti 3-dür, oksigen valenti 2-dir. 3 ilə 2 ortaq bölünən neçə tapılır? 6. 6-yı 3-ə bölürük, 2 düşür. 6-yı 2-yə bölürük, 3 düşür. Yəni, ən kiçik ortaq bölünən tapırıq da bu şəkildə indeksləşdiririk. Məsələn, P2O5-də fosforun valenti 5-də, oksigenin valenti 2. 5 ilə 2-yə ortaq bölünən neçə tapmışıq? 10. 10-u 5-ə bölmüşük 2, 10-u 2-yə bölmüşük, nə düşüb? 5 düşüb. Yəni, bu şəkildə indeksləşdiririk. Burada bir dənə qeyd əlavə eləmişəm. Yuxarıda onu sözlə dedim. Qarışıqların deyir, sabit qaynama temperaturu formulu olmur, fiziki üsulla ayırmaq olmur. Saf maddənin sabit fiziki xassəsi formulu olur, kimyəvi üsulla tərkib hissələrinə ayrılır. Yəni, fiziki üsulla, qarışıqlar fiziki üsulla ayrılır. Ancaq saf maddələr kimyəvi üsulla tərkib hissələrinə ayrılır.